Şagirdlərimizin çox çətinlik çəkdiyi məhlul məsələlərindən birinin izahına baxaq. Məsələmiz çox böyük və çətin görünsə də, əslində çox çətin məsələ deyil. Birinci qabda 30 litr 40 faizli, 30 litr 40 faizli. İkinci qabda 40 litr 50 faizli. Üçüncü qabda isə 50 litr 60 faizli məhlul var. Hal-hazırda bizim bu qədər məhlulumuz var. Bizə deyir ki, birinci qabdakı məhlulun 3də 2 hissəsi, ikinci qabdakı məhlulun 4də 3 hissəsi, üçüncü qabdakı məhlulun isə 5də 4 hissəsi götürülüb. Birinci qabdakı məhlulun 3də 2 hissəsini tapaq. Bu edir 20 litr. İkinci qabdakı məhlulun 4də 3 hissəsini tapaq. Bu edir 30 litr. Üçüncü qabdakı 50 litrin isə 5-dən 4 hissəsini tapaq, bu da edir 40 litr. Yəni, məhlullarımızdan bu qədər götürülüb. Əsas diqqət ediləsi məqam burada odur ki, məhlul azalsa da, çoxalsa da onun tərkibindəki duzun faizi dəyişmir. Yəni, məhlulumuz istər 30 litr olsun, istər 20 litr, 40 faizdirsə, yenə də 40 faiz olaraq qalır. Yəni, 20 litr 40 faizli olur, 30 litrimiz yenə də 50 faizli olur. 40 litrimiz də yenə 60 faizli olur. Və bunları bir qaba töküb qarışdırırıq. Ona görə də 20 vur 40, üstə gəl 30 vur 50, üstə gəl 40 vur 60. Bu da bərabərdir. Biz litrləri toplasaq, çünki bir qaba tökürük, edir 90 litr. Lakin faizləri toplaya bilmərik. Elə bizdən həmin faizin tapılmasını istəyir, yəni x faiz. Bunları hesablasaq, 800 üstə gəl 1500, üstə gəl 2400 bərabərdir 90x. Buradan cəmi tapsaq 4700 bərabərdir 90x. X də bərabərdir 4700-ü bölürük 90-a. O da bərabərdir 52,9'da 2 faiz. Yəni 3 dənə məhlulun bir yerdə qarışdırılmasından alınan məhlulun faizi olur 52,9'da 2 faiz.